Salam Ziya. Salam Rafael. Ziya, Premier Ligdən 11'lik seçməyini xahiş edəcəm. Bu yalnız hər klubdan bir oyuncu seçmək haqqım var. Hər klubdan bir oyuncu. Bəli. Qapıya Evertondan Pickford'u seçərdim. Aha. Dördlü müdafiəni oynamaq istəyərdim. Sağ canağa. Müdafiənin sağ canağı Poro, Tottenham'dan. Mərkəzdə kimlər olacaq? Mərkəzdə Ezri Konzanı seçərdim Aston Villa'dan. Manchester City'dən. Diyası. Yox, Husanovu seçirəm. Husanovu seçərəm. Müdafiənin bəs sol canağı? Müdafiənin sol cinahına Lewis Skelly'ni seçim bəlkə. O, gözəl Çox seçimdir. bəyənirəm gənc oyunçunu. Yarım müdafiəyə. Yarım müdafiə xəttində Bruno Fernandes Manchester olmasa olmazdı mənim fikrimcə. Dördlü yarım müdafiəni oynamaq istəyirəm. 4-4-2 eləmək istəyirəm. Bəli. Crystal Palace-dan Eberechi Eze'ni seçmək istəyərdim. Chelsea-dan Cole Palmer'ı seçmək istəyərdim. Murphy-ni seçim bəlkə. Yarım müdafiənin sağına. Bəli, yarım müdafiədən Murphy-ni Sadəcə seçirəm. səndə kim müdafiə olunacaq bu heyətdə? Hansı hücuma milli yarım müdafiəçilər oldu? Qol vursunlar. Yaxşı, keçirik hücuma. Hücum xətti də, onda hücum xəttində olacaq Cunha, Wolverhamptondan Cunha. Digər hücumçum da olsun hörmət əlaməti olaraq Jamie Vardy. O, Leicester. Karyerasını başa vurur, Jamie Vardy'ni seçmək istəyirəm. Sağ ol Ziya. Sağ ol Rafael.